Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın 12 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində paltar asdığı zaman yıxılaraq 5-ci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü Ləman Məmmədovanı xilas ediblər.